Azərbaycan internet məkanında informasiya azlığından hamı şikayətlənir. İdman sahəsində də hiss olunan bu boşluğu qismən də olsa doldurmağa çalışan Futbol Press TV yeni rubrikaya start verir. Bundan sonra maraqlı futbol olaylarından bəhs edən çarxlar mütəmadi olaraq sizə təqdim olunacaq. Dünyada ən sürətli hat-trick rekordu Şotlandiya klubu olan Ross County'nin futbolçusu Tommy Ross'a aiddir. Ross 1964-cü ildə Victoria Parkda oynanan maçda Nairn County'nin qapısına 90 saniyədə 3 gol vurub. Futbol azarkeşlərimizə də yaxşı tanış olan Tony Adams 22 illik karyerası ərzində yalnız Arsenalın formasını tərlətdi. Futbolçu başqa kluba transfer edilmədən karyerasına məhz Arsenalda son verdi. Adams Azərbaycan Premyer Liqasında Qəbələnin baş məşqçisi kimi də fəaliyyət göstərib. 2001-ci ildə Sidneydə oynanılan maçda Avstraliya Samoanı 31-0 hesabı ilə məğlub edərkən Archie Thompson 13 gol vuraraq çətin keçiləsi bir rekord müəyyənləşdirib. 2006-cı il Dünya Kubokuna ikinci turda vida edən İsveçrə qapısında heç gol görmədən turnirlə vidalaşan ilk komanda olaraq Kubokun tarixinə keçdi. Klubla müqaviləyə imza atıb ən uzun müddət oynamayan futbolçu ex-Liverpool qapıçısı Jørgen Nilsen'dir. Danimarka əsilli qapıçı 26 yaşında Liverpool'a transfer edilib və tam 4 il 11 ay forma geyməyib. Tərlan Əhmədova şad xəbər. Finlandiyanın unudulmaz oyunçularından Penty 1986-cı ildə öz qapısına 5 gol vurdu. Maçdan sonra komanda yoldaşları tərəfindən Penty'yə kompas hədiyyə edildi. Franz Beckenbauer adı gələndə hamının nostalji hisslər, möhtəşəm futbolçu fikirləri bürüsə də, bu əfsanəvi oyunçu özünün yubiley maçında avtogola imza atan tək futbolçu kimi də futbol tarixinə keçib.